Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının məzun günüdür. Bu gün akademiyamızı 189 nəfər məzunumuz bitirir. Hesab edirəm ki, məzun günü hər bir ali təhsil müəssisəsində olduğu kimi bizim də cəmiyyət qarşısında, ictimaiyyət qarşısında hesabatımızdır və nəticələrimizin elan olunmasıdır. Bu münasibətlə bütün məzunlarımızı təbrik edirəm. Əldə olunan bütün uğurların əsasında tələbələrimizə yönəlik fəaliyyətimiz dayanır. Əmək və Sosial Münasibətlər Akademiyasını bitirən bütün məzunlarımız ictimaiyyətimizin, dövlətimizin inkişafında, ölkəmizin inkişafında uğurlu fəaliyyət göstərəcəklər və ölkənin inkişafında hər biri töhfə verəcək və imzaları olacaq. Bu baxımdan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirən hər bir gəncə uğurlar arzulayıram. Və bütün gənclərimizə üst tutub deyirəm ki, gəlin Əmək və Sosial Münasibətlər Akademiyası ilə birlikdə addımlayaq. Mən Mülayim Salmanzadə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsiyəm. Bugün bir dövr bağlanır, digəri isə başlayır. Keçmişin gözəl xatirələri və gələcəyə böyük ümidlərlə məzun oluruq. Bu sadəcə son deyil, yeni başlanğıcların xəbərçisidir. Keçmişlə sağollaşıb, gələcəyə salamladığımız bu gündə hamımıza uğurlu yol arzulayıram. Mən İlkin İbrahimov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial İş Fakültəsinin məzunuyum. Qeyd etmək istərdim ki, 4 illik təhsil aldığım həyatımda əldə etdiyim bilik və bacarıqlar həm nəzəri, həm praktiki cəhətdən özümü inkişaf etdirməyimdə önəmli rol oynamışdır. Məzun olduğumuz ilin ölkəmizin prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyev tərəfindən Konstitusiya və Suverenlik ili elan edilməsi bizim üçün xüsusi qürur və məsuliyyət hissi doğurur. Bu mühüm ilin məzunları olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək, dövlətçiliyimizə sadiq, bilikli və vətənpərvər gənclər kimi ölkəmizin inkişafına töhfə vermək ən böyük amalımızdır. Mən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial İş Fakültəsinin 2-ci kurs tələbəsi Axundova Fatimə. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının könüllüsüyəm. Öncəliklə burada könüllü olduğuma görə çox sevinirəm. Çünki əlavə təcrübə, dost əhatəsi qazanıram. Akademiyamızda keçirilən təcrübə proqramları və bir çox tədbirlər bizim inkişafımız üçün yaradılan şəraitlərdəndir. Mən təlimlərdə, tədbirlərdə və könüllü proqramlarında iştirak edərək həm bilik və bacarıqlarımı artırıram, həm də komanda ilə işləmək təcrübəsi qazanmışam.
Zəhrə Əhmədzadə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial İş Fakültəsinin məzunuyam. 4 il ərzində təhsil aldığım bu dəyərli elm ocağına təşəkkürümü bildirmək istəyirəm. Akademiyada keçirdiyim illər mənim üçün biliklə yanaşı, eyni zamanda şəxsi inkişaf, peşəkar sosial bacarıqlarımın formalaşması baxımından çox kömək oldu. Biz tələbələrin müxtəlif sosial və kütləvi tədbirlərə aktiv cəlb olunması hərtərəfli inkişafımız üçün mühüm töhfələr verir. Peşəkar və səmimi müəllim heyəti tələbələr üçün yaradılmış əlverişli mühitin akademiyamızın sürətli inkişafının bariz nümunəsidir. Mən Orxan Rəhmanov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial İş Fakültəsinin məzunuyam. Akademiyada yeni yaradılmış təlim mərkəzi, infrastruktur dəyişiklikləri, inkişafa fokuslanan elmi mühit, müasir tədris metodları və tələbəyə fərdi yanaşma bu illəri mənim üçün inkişaf və təşəkkür dövrünə çevirmişdir. Sosial iş sahəsi insanlara dəstək olmağı, rifaha yüksəldilməsinə və cəmiyyətə faydalı olmağı hədəfləyən ali bir missiyadır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası bu yolda ilk və ən doğru seçimlərdən biridir. Bütün bu yolda qazandığım biliklər ilə sosial iş ixtisasının məzunu kimi yetişdiyim üçün qürur duyuram. Mən Aysel Həsənova. Hazırda ali təhsilimin 3-cü ilini davam etdirirəm. Fəal bir tələbə kimi hər zaman cəmiyyətə faydalı olmağı qarşıma məqsəd qoymuşam. Bu baxımdan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının könüllü platformasına qoşulmaq mənim üçün çox vacib bir addım oldu. Burada iştirak etdiyim tədbirlər, əldə etdiyim təcrübələr mənə sadəcə praktiki biliklər deyil, həm də güclü bir sosial məsuliyyət hissi qazandırdı. Komanda işində fəal olmaq və faydalı hesab olunan təşəbbüslərə töhfə vermək, gələcəkdə də peşəkar kadr kimi fəaliyyət göstərməyimə kömək edəcəkdir. Bu yolda addımlamaqdan qürur duyuram və inanıram ki, hər bir gənc bu cür təşəbbüslərdə yer alaraq həm özünü, həm də cəmiyyətimizi daha da inkişaf etdirəcək. Bunun üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Yaşa, yaşa Azərbaycan. Anadır arzularım hər zaman Qarabağ. Danışan dil dodağın parçaman Qarabağ. Qarabağ, Qarabağ, ana yurdu.